Xəbər verdiyimiz kimi keçmiş deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb. Onun Ramiz Mehdiyevlə bağlı saxlanıldığı deyilir. Oxu24.com xəbər verir ki, Gültəkin Hacıbəyli İstanbulda polis məntəqəsində saxlanılıb. Onun polis məntəqəsindən görüntüləri yayılıb. Gültəkin Hacıbəylinin hazırda Azərbaycana deportasiya olunması gözlənilir. Qeyd edək ki, Oxu24.com saytı Gültəkin Hacıbəylinin Türkiyəyə qaçması barədə məlumat yaymışdı. Bu qaçma Ramiz Mehdiyevin həbsi ilə bağlı idi. Mənbənin saytımıza verdiyi məlumata görə Hacıbəyli Bakıdan qaçarkən saçını belə daramağı unutmuş, hətta çamadanının birini Ramiz Mehdiyevdən hədiyyə aldığı evin həyətində unudubmuş. Oxu24.com saytı Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin tikdirdiyi binalarda mülklərə sahib olması barədə faktlar yaymışdı. Söhbət Nizami rayonu Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyeva məxsus olması heç kəsə sir deyildi. Bu, həm sənədlərdə, həm də həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır. El arasında da sözü gedən tikililər Ramiz Mehdiyevin evləri adlandırılır. Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir. Həmin məlum olur ki, Ramiz Mehdiyev Gültəkin Hacıbəylini mükafatlandırmaq məqsədi ilə bina tikilən ərəfədə 2005-ci ildə ona 2 mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunus Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179,4 kvadrat metr sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə etdiyimiz məlumata görə Gültəkin Hacıbəyli sözü gedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Eyni binanın 13-cü mərtəbəsində Gültəkin Hacıbəyliyə xüsusi xidmətlərinə görə Boz Kardinal tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178,18 kvadrat metr sahəsi olan 4 otaqlı mənzildə Gültəkin Hacıbəyli özü tək yaşayır. Gültəkin Hacıbəyli ittihamlar fonunda özünü təmizə çıxarmağa çalışır. Facebookda yazdığı statusda Ramiz Mehdiyevlə əlaqəsi olanları şərəfsiz adlandırır. Bunu yazan jurnalistləri zırnalist adlandırır və s. Ortada bir sual hələ də açıq qalır. Ramiz Mehdiyevin tikdirdiyi binalarda Gültəkin Hacıbəyli milyonluq mülklərə necə sahib olub? Bu suala cavab tapmaq elə bütün qaranlıq məqamlara işıq salmaq deməkdir. Əgər Gültəkin Hacıbəyli bu tarixçəni unudubsa, ona xatırlatma edə bilərik. Oxu24.com həmin mülklərin necə və hansı işin müqabilində əldə edilməsi barədə məlumatlar əldə edib. Yeri gəldikcə yeni faktlar ictimaiyyətə açıqlanacaq. Qaldı ki, hər zaman demokratiyadan, azadlıqdan, tənqidə açıq olmaqdan dəm vuran Hacıbəylinin dəm olub jurnalistləri və Oxu24.com saytının əməkdaşlarını zırnalist adlandırmasına, bu ifadələrə görə o qanun qarşısında cavab verə bilər. Oxu24.com həmin statusla bağlı hazırda hüquqşünaslarla məsləhətləşmələr aparır. Yaxın zamanda sözü gedən status və ifadələrlə bağlı məhkəməyə müraciət olunacağı istisna edilmir.